Esselamu aleykum və rəhmətullahi və bərəkət. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah subhanahu və teala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah subhanahu və teala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qala edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla, yəni bu sifəti, təqva sifətini, Allahdan qorxmaq sifətini qazanmış olaraq. Ateistlər, deistlər, agnostik, diagnostik, nə bilim, bu qəbildən olan digər dinsizlər və imansızlar barəsində növbəti bir videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaq arası TikTok qəhrəmanlarını atam yoxdur və bunun tipində olan digər ünsürlərin yalanlarından, hilələrindən agah olmuş olarsınız. Amerika olsun, Avropa olsun və yaxud da Rusiya olsun, bu ərazilər artıq ateizmi geridə qoyublar. Dinsizliyi, imansızlığı geridə qoyublar. Baxırsan bu cəmiyyətlərə İslam sürətlə yayılır. Yəni İslamın o yerlərdə, yəni kafirlərin diyarında sürətlə yayılmasına səbəb nədir? Yəni İslam, qardaşlarım, biraz da keçmişə gedir. İslam dini fəthlərlə təkcə İslam dini yayılmayıb. Məsələn, İndoneziya kimi dövlətlər olub ki, orada İslamın yayılması bir çox müsəlman tacirlərinin orada gedib məskunlaşıb və ticarətin, yəni İslamda olan ticarətin gözəlliklərini onlara izah etdikdən sonra o ölkələr İslamı qəbul ediblər. Bu günləri Amerikada, Avropada, Rusiyada İslamın sürətlə yayılmasına səbəb ağıllı insanların İslam dinini oxuyub, Quran-ı Kərimi oxuyub, İslamın həqiqi din olması və İslamın sonuncu din olması və Muhammed sallallahu aleyhi və səlləmin sonuncu peyğəmbər olmasına iman gətirirlər, etiqad edirlər. Bu günləri İngiltərəni götürün, qardaşlarım. Statistikaya görə Muhammed adı doğulan uşaqlara ən çox verilən adlardan biridir. Hətta John adından belə irəlidədir. Yəni bu əbəs yerə belə deyil ki. Çünki artıq onlar, o cəmiyyətlər ateizmi, deizmi geridə qoyublar. Yəni o irgənclikləri, o mundarsılıqları görüblər o ateizmdə, deizmdə. Ona görə atıblar onu kənara. Çünki insan, Allah Taala insanı elə xəlq edib ki, insana hüzur lazımdır. Yəni baxırsan ki, insan ömrü boyu yaradıcını inkar edib. Lakin gəlib elə bir yerə çatıb ki, imtihana gəlib çatıb. Yəni artıq bu dünyadan sındığı bir məqam olub ki, hansı ki insan yönəlib yenə də Allaha. Çünki Allah Taala'nın tövbə qapıları həmişə açıqdır. Və bunlar da keçən dəfə dərsdə də dediyim ki, bunlar Allahın nankor qullarıdır. Necə ki nankor övlad olur, valideynin üzünə ağ olur. Halbuki valideyn onu böyüdüb, gecəsini gündüzünə qatıb, gecələr yatmayıb, baxıb, böyüdüb, gəlib bir bəlli yaşa çatıb, indi valideynin üzünə ağ olur. Allah Taala da bu boyda edib bunu, bu atam yoxdur. Boy, buxun, hər şey verib buna. Əl, qol, qız, göz, hər şey öz yerində. İndi Allaha qarşı nə edir? Üsyan edir insan. Yəni Allaha üsyan etməsi ilə bərabər insanları da, yəni həqiqi Allahın peyğəmbəri sevən insanları da özü kimi heyvandan aşağı etmək istəyir. Çünki Allah Taala Quran-ı Kərimdə buyurur, onların gözləri var, haqqı görməzlər. Qulaqları var, haqqı eşitməzlər, qəlbləri var, o şeyləri başa düşməzlər. Onlar heyvan kimi və Allah Taala deyir ki, bəlkə də daha da aşağı. Çünki heyvan Rəbbini tanıyır. Heyvan bilir ki, onun yaradıcısı var. Bilir ki, onun ruzusunu verən Allahdır. Bu, yəni ondan aşağıdır deyənə, bu şeyləri hamısını danır. Bu şeyləri hamısını danır. Ona görə də ağıllı insanlar bu günləri İslamı qəbul edirlər. Professorlar, doktorlar, nə bilim, müxtəlif sahələrdə insanlar İslamın gözəlliyini anlayıb İslamı qəbul edir. Və sözsüz ki, hər zaman olduğu kimi, Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında da olduğu kimi, bu gün də qiyamətə kimi İslamın yayılmasını istəməyən insanlar var. Hansı ki, onlara pis gəlir İslamın yayılmasını. Ona görə də bu günləri çalışırlar Türkiyədə və oradan da bizə bu şeylər hamısı sızır. Bir neçə il bundan qabaq yadınızda da o Diamond tema var idi. Bilinmir, oğlana oxşayır, kişiyə oxşayır, qız oxşayır. Yəni tutmaq olmur hansındandır. Çıxdı biraz o izləyici sayını artırdı YouTube-da. Çıxdı biraz ağzına gələni danışdı. Boş-boş. Yoxa çıxdı getdi. Bax bu günləri bax bunlar da belədir.
çıxıb burada insanların ürəklərini bulandırırlar. Danışdıqları məsələlər də, yəni təsəvvür edirsiniz qardaşlarım, yəni ateist, Allaha danan insan çıxıb Qurandan sənə dəlil gətirir ki, o deyir, burada belə yazılıb, belədir. Ya bu bugünün fəlakətidir. Çünki bu günləri televizorda müğənni çıxır sənə İslamı öyrədir. Yo deyir, bax burada başı bağlamaqdan söhbət getmir ha. Burada sinəmi bağlamaqdan gedir. Yəni təsəvvür edirsiniz? Allahu akbar. Yəni bu dəhşətdir qardaşlar. Yəni bunları mən sizə izah etmək istəyirəm ki, siz anlayasınız. Təsəvvür edin ki, mən indi sahəm nədir? Müəllimlikdir, tarix müəllimiyəm. Getmişəm həkimliyə, cərrahlığı öyrədirəm. Deyirəm, yox, sən düzgün operasiya eləmirsən, burada bax belə olmalıdır cərrahiyyə. Diş həkiminə getmişəm ki, sən dişi düz müalicəsən, motoristə getmişəm, sən motoristi düz eləmirsən. Nə deyərsiniz ona qardaşlarım? Çönüb deyəsən, ya qardaş, get işinlə məşğul ol, get tarix müəllimliyi elə də. Get dini dərsi keç də. Bax, bugünün fəlakəti odur ki, bu cür ünsürlər çıxıb sənə Allahın kitabından ayəti göstərir. Deyir, yox, burada ayətdə belədir. Sən səhv başa düşmüsən, burada belədir. Yəni təsəvvür, müsəlmanlar da inanır ha. Nə biri də qayıdır demir ona ki, get işinlə məşğul ol. Sən kimsən ki? Sən nə dünyavi savadın var, nə də dini savadın. Dini heç ola bilmə, mümkün deyil, sən ateistsən. Sən heç dünyavi savadın da yoxdur. Bu telefon var da, elhamdülillah, bu günləri internet dövrüdür də. Nə istəyirsən yazarsan, hamısının cavabı çıxır. Yalan diyorsa doğrudur. Bir dənə vur telefona, gör bu insan yalancıdır, yoxsa sonra tüfür üzünə də. Allahu akbar. Ona görə də baxırsan ki, yəni o din düşmənlərinin müsəlmanların, gənclərin İslamı qəbul etmələri narahat edir. Bu günləri Allah həmd olsun, məscidlərə gedin cümə günləri. Ağzına kimi doludur məscidlər. Qaraçuxur, İlahiyyat, Əbu Bakır məscidi. Gelin baxın Bakı şəhərində. Görün nə qədər insanlar, cavanlar İslamı qəbul edib namaza başlayırlar. Allah həmd olsun. Əlbəttə ki, belələrini narahat edəcək. Dinləyək, görün nə danışır. Zariyat surəsi 49-cu ayət deyir ki, biz bütün canlıları dişi və erkək olmaqla cüt yaratdıq. Səncə düz deyir, səhv deyir. Əlbəttə ki, elə yəni canlının iki fərqlidir. Bitkilərdə də bu da, heyvanlarda da. Deyil axı. Bakteriyalar. Nə məsələ? Göt tapıb da indi. Məcazdır. Mən onu araşdırmamışam, araşdıraram. Mənim sahəm deyil. Halaldır. Vallahi ki, mən nə qədər qulaq asmışam, yəni o bununla debata çıxan qardaşlar var da, müsəlmanlar var. Hətta qadın da var bir dənə. İndi onun da səsini qoyacağam inşallah dərslərdə. Yəni halal olsun ki, onlar ayəti inkar edirlər, etmirlər. Deyirlər ki, qoy araşdıraram. Mən deyir, belə bilirəm bunu. Yəni, dini savadları olmasa da, elmləri, bilikləri olmasa da, lakin o qəlblərindəki o Allah qorxusu var, ya, Allah sevgisi var ha. O onları çıxardır ora ki, bu mundarı, heyvandan aşağı olanı nə etsin? Başa salsın ki, sən dediyin səhvdir. Allahu akbar. İndi biz keçək ayətə. Deyir ki, deməli, Zariyat surəsi 49-cu ayəti gətirir. Deyir ki, orada Allah Taala deyir ki, biz hər bir şeyi erkək və dişi yaratdıq və cüt yaratdıq. Birincisi, buradan ona demək istəyirəm ki, ay yalancı, şarlatan. Harda Allah Taala deyir ki, biz hər bir şeyi dişi və erkək yaratdıq. Elə söz var orada. Niyə yalanla danışırsan? Allah Subhanahu wa Taala Zariyat surəsi 49-cu ayətində deyir ki, biz hər şeydən, diqqətlə dinləyin ha. Yəni bu ayətlər ərəb dilində nazil olub da. Biz hər şeydən cüt yaratdıq Allah Taala deyir. Yəni biz demir hər bir fərddən erkək və dişi yaratdıq. Allah Taala deyir ki, biz hər şeydən cüt yaratdıq ki, bəlkə düşünüb ibrət alasınız, Allah Taala deyir. Başqa bir ayətdə Yasin surəsində isə Allah Taala deyir ki, yerin bitkilərindən, özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır. Bütün cütləri, yəni hər bir şeydən cüt yaradan Allah Taalaya həmd olsun. Qardaşlar, ümumiyyətlə Allah Subhanahu wa Taala Allah Taala bizə necə ki ayətin axırında deyir ki, bəlkə düşünüb ibrət alasınız. İbrət almağımın üstündür bu ayətlər. Allah Taala əvəz yerə demir, biz hər şeydən cüt yaratdıq. Demir, dişi və erkək. Dişi və erkək desəydi, bunun dediyi düz olardı. Lakin Allah Taala bunun dediyini demir axı. Allah Taala hikmət sahibidir. Bu amma heyvandan aşağı olduğu üçün, yəni anlamır. Allah Subhanahu Taala hər bir şeydən cüt yaradıb. Məsəl üçün,
Günəş və ay. Gecə və gündüz. Pis, yaxşı, şirin, duzlu, quru, yaş, isti, soyuq, elektron, proton və s. kimi. Hər bir şeydən cütdür. Allah Taala deyir, biz hər şeydən cüt yaratdıq. Bu Allah Taala'nın hikmətidir. Bax, kainatda hər şey tarazlıq və cütlük üzərində, tək başına heç bir şey kamil deyildir. Bir-birini Allah Taala tamamlayan bir sistem qurub. Gecənin gündüzü əvəz etməsi, ayın, günəşin ayı əvəz etməsi, ulduzların gecə çıxması, şirin, duzlu və yaxud da soyuq, isti, hər bir şey bir-birini nə edir, tamamlayır. Və bu da, qardaşlarım, əsrlərdir, yəni yer kürəsi, kainat yaranandan Allah Subhanahu taalanın qoyduğu o qayda üzərində də gedir. Hər bir şey bu kainatda nə varsa, qardaşlarım, göylər, yerlər, onların arasında nə varsa, hər bir şey Allah Taalanın əmrinə tabedir. Allahın əmri üzərində gedir. Biz bu müsəlmanların etiqadıdır. Və bu məxluqlar ki var, bizim üçün bunlar hamısı məxluqdur. Allahdan başqa nə varsa hər bir şey məxluqdur, yəni yaradılmışdır. Bütün bu məxluqlar Allahın qoyduğu nizam, intizam üzərində gedir. Allah Taala orada demir, erkək və dişi. Allah Taala deyir ki, biz hər bir şeydən cüt yaradıq, kişi və qadın. Bəli, kişi və qadın. Allah Taala desəydi əgər orada ki, hə, erkək və dişi, bunun dediyi düz olardı. Lakin Allah Taala deyir orada ki, biz hər şeydən cüt xəlq etdik. Həmçinin də bu deyir orada bəs bakteriyalar da cütdür, qardaşlarım. Bakteriyalar erkək və dişi deyil, lakin onlar cütdürlər. Çünki bir bakteriya bölünərək öz cütünü nə edir? Əmələ gətizdirir. Yəni Allah Taala bir bakteriyanı bölərək onun cütünü gətirir. Eyni şey olur. Buna deyirlər ki, bu elmi dildə konjugasiya deyirlər buna. Niyə görə konjugasiya deyirlər? Yəni bakteriya bir-biri ilə genetik material mübadiləsi edərək, yəni cütləşir və cüt olur bu. Ona görə Allah Subhanahu taala Qurani Kərimdə bizlərə bu ayətlər üzərində düşünməyimizi nə edir? Əmr edir. Yəni bu adi bir məsələdir. Məktəbdə, həmçinin institut səviyyəsində keçilən bir dərslərdir. Əgər insan açıb o kitabları vərəqləsəydi və yaxud hər hansısa bir dindara zəng edib desəydi ki, qardaş, Allah Taala Quranda deyir axı, biz hər bir şeyi dişi və erkək cüt yaratdıq. O dindar sənə izah edərdi ki, orada dişidən, erkəkdən söhbət getmir. Allah Taalanın cüt xəlq etməsindən gedir hər bir şeydən. Ondan gedir. Və sən artıq bu məsələni öyrənmiş və bilmiş olardın. Və bu cürünə çıxıb insanları nədir? Aldatmış olmazdın. Halbuki bu əməlləri etməklə sən insanları nə edirsən? Özün kimi dinsiz və imansız etməyə çalışırsan. Və hətta belə istehza ilə də orada gülürsən. Bəs bakteriyalar. Nə oldu? Bakteriyalar da cüt olur da. Erkək dişi olmur, narahat olmur. Orada erkək dişidən söhbət getmir. Bakteriyalar da cüt olur. Bölünərək ikiyə bölünür. Yəni yəqin ki, məktəbdə oxumamısan deyənə, bisavadın birisən deyənə, indi çıxıb ağzı gələni danışırsan. Allah Subhanahu taalaya dua edirəm. Sözsüz ki, Allah Taalanın tövbə qapıları açıqdır. Nə qədər gec deyil, bilmirəm hansı səbəbdən belə edirsən, kim sənə nəyi vəd edib, kim sənə nə verib, bilmirəm. Amma sənə sözüm odur ki, sən bu cürünə çox getməyəcəksən. O, yadınızdadır, bir neçə il bundan qabaq Quranı yandıran bir Azərbaycanlı çıxmışdı, maşının içində Quran-ı Kərimi yandırır. Harada da o? Xəbəriniz var ondan? Eşitmişəm, deyirlər, özü də yanıb elə. Ona görə buradan da sənə demək istəyirəm, tövbə qapıları açıqdır. Nə qədər gec deyil, tövbə et. Tövbə etməyib, bu halın üzəri ölsən, Allah Subhanahu taala vay halva sənin. Yəni sənin vay halva. Və dua edirəm ki, Allah Subhanahu taala məmləkətimizi, dövlətimizi, millətimizi, xalqımızı sənin kimi mundar insanlardan qorusun. Sənin şərini Allah Subhanahu taala bu məmləkətdən uzaq etsin. Hidayətə layiqsənsə hidayət versin. Hidayətə layiq deyilsənsə Allah Taala səni zəlil etsin və sənin zəlilliyini hamıya göstərsin ki, sən necə zəlil insan. Çünki sən məhz İslam dininə qarşı döyüşürsən. Sən çıxıb əgər araşdırsaydın, sən çıxıb məsələlərdən danışsaydın, maraqlansaydın, soruşsaydın, heç kəs sənə etiraz etməzdi. İnsansan, maraqlanırsan, soruşursan. Bir inancın var. Lakin sən bu inancınla bərabər İslama qarşı döyüşürsən. Mundar kəlmələrin var Allah barəsində, Peyğəmbər barəsində. Onların hamısını sənə bir-bir Allahın izni ilə
Hamısını sənə yedizdirəcəm inşallah. Sadəcə vaxt, zaman hər şeyi özü göstərəcək. Paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Allaha əmanət olun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.